السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. عباد الله, usikum ve nafsi bitaqvallah. Əziz möhtərəm müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində, əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Zilhiccə ayını yaşayırıq. İslamın, müsəlmanların ən əzəmətli bayramı olan Qurban bayramını keçdik. Və Zilhiccə ayında bir neçə başqa əlamətlər, günlər də var. Onlardan biri iyun ayının birinə təsadüf edir. İmam Əli Ən-Nəqi, İmam Hadi əleyhissalamın mübarək mövlud günüdür. Zilhiccə ayının 18-i bizim təqvimlə iyun ayının 4-ündə İslamın 4 əzəmətli bayramlarından biri olan Qədir-Xum bayramıdır. Və ondan da 2 gün sonra bir rəvayətə əsasən iyun ayının 8-də İmam Musa Kazım əleyhissalamın iyun ayının 6-sında İmam Musa Kazım əleyhissalamın da mübarək mövlud günləridir. Bu münasibətlə öncədən hər birinizi təbrik edirəm, bayramımız mübarək olsun deyirəm və bir elanı nəzərinizə çatdırım ki, iyun ayının 3-ündə bu bayramlarla əlaqədar olaraq məscidimizdə məclis keçiriləcək, mövlud məclisi keçiriləcək, şam namazından sonra möminlər hər biri dəvətlidirlər. Və ayın 6-sında, iyun ayının 6-sında möminlər təşkil eləyiblər, Allah onlardan razı olsun. Gənclik qəsəbəsindəki orada olan o şadlıq evində saat 2-də, yəni günorta namazından sonra ayın 6-sında Qədir-Xum bayramına əlaqədar olaraq geniş mövlud bayram tədbiri keçiriləcək və təbii ki, ehsanlar da olacaq. Allah möminlərin mallarına bərəkət versin. Allah bu işdə zəhməti olan, xidməti olan, malı ilə, canı ilə xidmət göstərən hər bir əzizlərimizdən razı olsun ki, bu böyük bayram həqiqətən əzəmətli tutulmalıdır, əzəmətli keçirilməlidir və bütün möminlər dəvətlidirlər. Yəni, hətta ümumi dəvətdir. Namaz qılmayan insanlarımız da belə dəvətlidirlər ki, qoy bu əzəmətli bayramdan maariflənsinlər, xəbərdar olsunlar. Öncədən hər birinizi təbrik edirəm, bayramınız mübarək olsun inşallah. Keçən cümələrdə yadınızdadırsa, ər və arvad, xanım və kişinin bir-birinin boynundakı haqları barəsində danışırdıq. Xanımların boynunda olan haqların barəsində danışdıq, amma kişilərin boynundakı haqları, hüquqları qaldı. Araya bir neçə əlamətlər, günlər düşdü, xütbələr onunla əlaqədar oldu deyənə mövzumuz gəldi, yetişdi bu gün. Quran-ı Kərimdə Allah mütəal buyurur: "Və ləhunna mislullezina aleyhinna bil ma'ruf və lirricali aleyhinna dərəcə." Allah mütəal Quran-ı Kərimdə buyurur ki, həm kişilərin boynunda haqları, hüquqları var və həm də eyni zamanda qadınların boynlarında haqları və hüquqları var. Allah kişiləri bir dərəcə üstün yaradıb. Allah adızı buyurur ki, Allah elm və hikmət sahibidir. Yəni, bunu bir hikmət səbəbindən bu cür yaratmışdır. İndi deyək ki, bəs kişilərin vəzifələri nədir? Kişilər də öz vəzifələrini bilsinlər. Ola bilər ki, bu mövzunu biz dəfələrlə əvvəlki cümələrdə də danışmışıq. Amma çox ehtiyac var. Buna görə ki, günümüzdə artıq bir həddə gəlib çatıb ki, sanki elə bir boşanmalar ailə qurmaqdan çoxalıb, evlad dünyaya gətirməmək kimi bir adət düşüb ailələrin içinə
və bunun üzərində çox böyük bir təbliğat maşını da qurublar. Hər vəclə elə çalışırlar ki, məsələn, elə ər çəp baxdı sənə, ya arvad bir dəfə söz və eşitmədə elə boşan, bu da təbliğ olunur. Biz hamımız şahid olunuq sosial vasitələrlə, adını, nə bilim, psixoloq qoyanlar çıxırlar, açıq-aşkar bu şeyi təbliğ eləyirlər. Ona görə də biz lazımdır, zəruridir ki, ailə təməli, ailə dəyərləri barəsində danışaq, hüquqları barəsində danışaq. İlk növbədə mən bunu deyim ki, İslam çalışmır ailəni qanunlarla idarə eləsin. Yəni, bu günləri gəlirlər, çoxlu qanunlar tətbiq edirlər, cərimə olunacaq, bu cür olmasa, bu cür cərimə olunacaq. İslam deyir ki, ailə çox mənəvi bir ocaqdır. Mənəvi ocağı qanunlarla, cərimələrlə idarə eləmək mümkün deyil. Və birdən kimsə istəsə, çalışsa ki, onu qanunlarla idarə eləsin, orada mehr-u məhəbbət, səmimiyyət artıq itəcək. Yəni, mümkün deyil ki, bir yerdə qanun tətbiq olunursa, orada bir mehr-u məhəbbət olsun. Orada hər şey könüllülük əsasında olmalıdır, fədakarlıq əsasında olmalıdır. Xanım da ərinə qarşı, ər də xanımına qarşı fədakarlıq nümayiş elətdirməlidir. Yəni, qısası budur da, bir yarışa girməlidir ər və arvad bir-biri ilə. Görək, hansımız daha çox fədakar ola bilirik, hansımız daha çox xidmət eləməyi bacarırıq, hansımız daha çox güzəştə getməyi bacarırıq. Bu cür ailələr səadətli ailələr olurlar. Bu cür ailələrdə mehr-u məhəbbət olur. Bu cür ailələrdə də evladlar xoşbəxt olur. Bu avtomatik bir məsələdir. Yəni, evladların xoşbəxtliyi üçün ata və ananın bir-birinə qarşı olan səmimi ünsiyyətləridir, bir-birinə qarşı olan fədakarlıqlarıdır ki, onlar da öz nəticəsində evladlara təsir göstərir. Quran-ı Kərimdə Allah Mütəala buyurur: "Huvəl-ləzî xalaqakum min nafsin vâhidatin və ceale minhâ zawcaha litaskuna ilayha." Allah sizin özünüzdən, öz vücudunuzdan sizi kimi bir xanım kişilər yaradıb, litaskuna ilayha. O xanımın vasitəsilə siz sükunət tapasınız, siz aramlıq tapasınız deyə. Yəni, xanımların həyatda vücudu biz kişilər üçün bir aramlıq səbəbidir. Yəni, biz bu cür baxmalıyıq. Allah da bu cür bizə izah edir ki, bilin ki, xanımlar sizin aramlıq səbəbinizdir. Başqa bir ayə-i şərifədə Allah Mütəala buyurur: "Və aşiruhunna bil ma'ruf." Xanımlarınızla çox yaxşı rəftar edin, yaxşı keçin onlarla, insafla onlarla rəftar edin. İnsaf nədir? Məsələn, bir var tələbkarlıq, hər məsələdə tələbkar olasan. Bir də var insafla yanaşda. Məsələn, gəlmisən, görmüsən ki, yemək hazır deyil. Buna görə bu qədər hayküy salmağa dəyməz. Bir yarım saat sonra bu yeməyi yiyəcəksən. Və yaxud indi oldu, biraz duzu çox düşüb, biraz, nə bilim, yaxşı bişməyib. Bu məsələlərdə bu qədər tələbkar olmur. Qoy xüsusi bir dənə burasını vurğulayım mən. Əlbəttə, kişilərə sərf eləməyəcək bu hədisləri, bu mövzuları deməyimiz, amma gərək deyək ki, bizim vəzifəmizdir. Ümumilikdə xanımların evdə vəzifələri deyil, biz üçün yemək pişirsinlər, bizim paltarımızı yuysunlar, biz üçün evlad saxlasınlar. Bu, onların vəzifəsi deyil. İslam onların boynunda belə bir vəzifə qoymuyor. Sadəcə, İslam gəlib, gözəl nümunələr göstərib. Deyir ki, xanım ərinə bir stəkan su versə, 70 həccin savabına bərabər ibadət edib. Yəni, Allah istəyir ki, xanımların borcu kimi bu işi görməsinlər. Bu işi sevərək görsünlər, ailəsinə xidmət eləyir və bundan ləzzət alır. Bu işlər bunun üçün görüləndə daha qiymətli olur, daha keyfiyyətli olur. Bəli, Peyğəmbər Əkrəmin bu ayə-i şərifəni gəlir, izah eləyir. Deyir, xanımlarınızla insafla rəftar edin. فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللّٰهُ فِيهِ خَيْرًا كَثِيرًا.
Birdən oldu xanımınızın xasiyyəti üçün xoşunuza gəlmədi. Bunu izhar eləməyin. Bunu tez onun üzünə vurmayın. Allah mütəala buyurur ki, çünki çox şey var sizin xoşunuz gəlməsin, amma sizin xeyriniz olsun. Sizin faydınız onda olsun. Tez buna reaksiya göstərmə ki, niyə sən xasiyyətin belədir? Sənin də xasiyyətində çatışmayan cəhətlər var. İnsanlar ziddiyyətli yaranıblar və heç birinin də xasiyyəti mükəmməl deyil. Onda bir cür çatışmayan xasiyyət olacaqsa, səndə də bəlkə 5 cür çatışmayan xasiyyət var. Bunu tez izhar eləməyin, üzlərinə vurmayın, Quran-ı Kərim deyir. İmam Sadiq əleyhissalamdan da hədis buyurur, evə daxil olarkən ailəsinə mütləq salam verməlidir. Əvvəl ayaqqabılarının səsi ilə və yaxud öskürmə ilə bir səs-səda salmaqla hiss elətdirməlidir evə ki, mən gəlirəm. İmam Sadiq əleyhissalam səbəbini də deyir. Deyir, çünki bilsinlər, nə qafil evə daxil olmayın ki, xoşa gəlməz bir hadisə ilə rastlaşmayasınız. Baxmayaraq ki, kişinin evi onun məhrəm bir ocağıdır, amma deyir, sən də evə gələndə bir hayküy sal. Bir salam ver, bir öskür, bir qapını döy, bilsinlər ki, gəlmisən. İndi o tərəfdə təbii ki, atanın gəlişini bir əzəmətlə qarşılasınlar. Orada da etinasızlıq olmasın, o da bir keçən mövzumuz idi. Mən burada bir haşiyə də çıxmaq istəyirəm. Bəzi hallarda görürsən ki, bizdə cəmiyyətdə, məsələn, əmoğlumun evidir, əmmin evidir, dayımın evidir, xalamın evidir, mənim ərkim var, mən istəyən vaxtı qapını açıb içəri girərəm, olmaz. Din buna icazə vermir. Sənin öz ev və din icazə vermir, səs-səmir salmadan daxil olasan. Əmi evidir, dayı evidir, əminin evində, dayının evində, əminin, dayının qızları sənə naməhrəmdir. Sənin ixtiyarın yoxdur ki, o qapını belə istədiyin vaxt açıb içəri girəsən. Nə olar sənə doğmadılar? Amma İslamın bəzi hədləri var və bu hədlər çox qızıl dəqiqliyi ilə hesablanmış hədlərdir. Heç kimin ixtiyarı yoxdur, heç kimin həyətinə icazəsiz girsin. Bunu möminlər diqqətlə saxlamalıdırlar. Əziz Peyğəmbərimiz buyurur, nəzərul mər'i ilə zəvcihə ibadətun və təkfirun lizzunub. Kişinin öz həyat yoldaşına, simasına məhəbbətlə baxması, deyir, bir dənə ibadətdir və onun günahlarının kəffarəsidir. Bəzən biz bu cür möminlər görürük, ibadəti, itaəti, zikri, ziyarəti, hər bir şey yerindədir, amma ailəyə qarşı çox diqqətsizdir. Dinimiz deyir ki, sənin o ibadətlərindən üstün ibadət öz həyat yoldaşına qarşı mehriban rəftarındır. Onun simasına baxmağın sənin üçün ibadətdir. Onlara vaxt ayırın, onlarla oturun, danışın, onlarla söhbət edin. Onların bir problemləri ilə maraqlanın. Yəni, bir kişinin vəzifəsi və məsuliyyətidir bunlar. Kişinin vəzifəsi və məsuliyyətidir ailəsinin rifahını təmin eləsin. Onların yeməyi, geyimi kişinin vacibatıdır. Necə namaz sənə vacibdirsə, sənin ixtiyarın yoxdur. Mən namaz qılıram, oruç tuturam, amma işləmirəm. İxtiyarın yoxdur. İndi təbii iş tapa bilirsə, kişi o bir problemdir ki, iş tapa bilmir, o binavadır, məzlumdur. O bir başqa bir problemdir. Amma axtarmalıdır, iş tapa bilirsə işləməlidir, boynunun borcudur, vəzifəsidir, ailəsinin maddiyyatını təmin edir. Öncə dedik, xanımın borcu deyil, onun xörəyini bişirmək. Bişirirlərsə Allah köməklər olsun, çox sağ olsunlar. Buna görə təşəkkür edək onlara, minnətdarlığımızı bildirək. Və İslam deyir ki, tərif eləyin onların gördükləri işi. Biz bəzən bu şeylərə əhəmiyyət vermirik də, fikirləşir ki, nə olar ki, bişirib də. İslam deyir ki, yox, siz kişi xislətindəsiniz, qadının xisləti tam fərqlidir.
Qadın diqqət tələb bir məxluqdur. Bişirdiyi yeməyi ola bilər ha, bəlkə də heç dadın xoşuna gəlməsin, amma tərif elə. Bunda böyük bir əhəmiyyət var. Bu, onların ruhuna təsir qoyur. Bu, ailənin ab-ı havasını dəyişir. Amma deyir, sənin boynunun borcudur, getməlisən, qazanmalısan, gətirməlisən. Bir həddə ya, təbii ki, bir tərəfli danışmayaq da, haşiyə çıxaq bəzi hallarda. Bu cür də deyil, xanımlarda o qədər tələbkar olsunlar ki, kişini çarəsiz duruma qoysunlar. Keçən mövzuna hazırlayanda bir hədis çıxmışdır aslında, amma vaxtımız yetmədi, o hədisi deyəmədim. Əziz Peyğəmbərimizdən də hədis deyir ki, Qiyamətin günündə görəcəksiniz ki, insanların çoxunu ailəsi öldürüb. Dedilər, ya Rasulallah, bu necə olur ki? Ailəsi necə öldürür onları? Dedi, ailə, həyat yoldaşı kişidən o qədər tələb eləyərlər, onu aciz duruma qoyarlar, daxilən məhv olar. Gücü yetmir bu işi görür. İndi məsələn, xanım elə bahalı paltarlar da istəsin qızıllar, yox, bunlar kişinin vəzifəsi deyil. Bir dəst paltarını almaq vəzifəsidir. İndi ikinci də əlavə alırsa, Allah onun da atasına rəhmət eləsin. O zaman da xanım, sən ona təşəkkür elə. O səni, məsələn, hər cür istəklərini də yerinə yetirsin, yox, dində də belə bir şey yoxdur. Yeməyini. Görə bilirsə nə gözəldir, ya? Görə bilirsə nə gözəldir. Bir hədisdə var, buyurur ki, məlundur o şəxs, imkanı yetdiyi təqdirdə ailəsi üçün gözəl rifah yaratmır. İmkanı çatır. Evdə, məsələn, isti su yoxdur, sənin imkanın çatırsa, bura bir əlac elə ki, isti su olsun evdə. Yaxşı geniş ev tik olarsın. Yaxşı, bəzi hallarda apar gəzintiyə də olar. Bunlar da evdə əsir deyirlər ki, İmam Musa Kazım əleyhissalamdan da hədis. Buyurur ki, xanımlarınız sizin əsirləriniz kimidir. Qeydim vuraq da, sonra bunu təhrif eləməsinlər. Din xanımları aşağılamır. Deyir, əsirləriniz kimidir, mənası var. Yəni, onun əlində imkanları yoxdur da, atasının evindən götürdün, gəldin, bütün nəfəqəsi sənə vacibdir. İndi zəhmət çək, onun məişətin, onun rifahın yaxşılaşdır. Da o, bundan sonra çıxıb gedib atasından bir şey istəməməlidir. İstəyə də bilməz. Sənin boynunun borcudur. Biz möminliyi iddiası eləyirik. Amma adi ailə rəftarlarımızda biz küfrə gedirik, biz dindən çıxırıq. Din bizə bunları vacib bilir. Din buyurur, Mən hasunə birruhu bi əhli beytihi zidə fihi rizqı. Hər kim ailəsi ilə münasibətlərini yaxşılaşdırsa, o adamın ruzusu artacaq. O adamın ruzusu artacaq. Əgər görürsən ki, ruzu sıxıntın var, səbəblərdir bunlar, din deyib. Bir budur ki, ata-ananın bəlkə səndən inciliyi var. Get, tap, o məsələni onlardan halallıq al. Ata-ana narazı qalan evladının ruzusu artmayacaq. İki budur, ailə narazı qalan kişinin ruzusu çəkiləcək. Nəticədir bunlar. Deyir, əgər istəyirsən ruzun çoxalsın, ailə ilə yaxşı keçsin. Ailə ilə yaxşı ünsiyyət göstər, yaxşı münasibət göstər. Din deyir ki, əgər bir kişi xanımına bir şillə vursa, Allah cəhənnəmin vəlisinə əmr edər ki, onun üzünə 70 dənə odlu şillə vursun. Burada sənin qolun zorlu idi, o da aciz idi, gücü çatmırdı. Sən ona bir şillə vurdun, deyir, qiyamətdə oradakı odlu şillə, özdə o cəhənnəmin vəlisi də ki, indi necədir bilmirəm də, gedək orada görərik, Allah göstərməsin onu. İnşallah biz cənnətdəkiləri görərik Allahın izni ilə. Bəli, o deyir, 70 dənə onun əvəzində şillə vurar kişiyə. Kişinin ixtiyarı yoxdur, xanımının sifətinə şillə vursun. Din icazə vermir. Kişi əlini naməhrəm qadının bir tükünə vursa, qiyamət günü o əl cəhənnəmin odlu mismarları ilə tikiləcək. Kişilər də bu məsələdə diqqətli olsunlar, elə xanımlar da, kişilər də.
Bu mövzuda hədislərimiz var. İnşallah nəsib olar, gələn cümələrdə danışarıq. Vaxt yetmir, amma qoy bu hədisi mən tamamlayım. İxtiyarımız yoxdur, naməhrəmin əlinə toxunaq. Nə xanımın ixtiyarı yoxdur kişi naməhrəmə, nə də kişinin ixtiyarı yoxdur xanım naməhrəmə toxunsun. Bizdə belə bir adətlər düşüb də ki, məsələn, mənim əmim qızıdır, xalam qızıdır, dayım qızıdır. İslam deyir ki, naməhrəmdir. Görüşə bilərsən xalı ilə, bibi ilə. Bunlarla görüşə bilərsən. Amma dayı xalanın qızı, bibinin qızı naməhrəmdir sənə. İxtiyarın yoxdur ondan əllə görüşəsən. Din buna icazə vermir. Gördün, yaxşı salam ver, hal-əhval tut, ehtiram elə, halını soruş və izah elə. Dinən ki, din icazə vermir biz görüşəkdə, bunu hörmətsizlik kimi qəbul eləməyək. Yəni, çobudluq da eləməyək. Onlara izah eləyək, bilsinlər və onlara da izah eləyək ki, onlar da o birisi tərəflə görüşməsinlər. Bu həddlər İslam deyir ki, qorunmalıdır. Məhrəm, naməhrəm məsələləri qorunmalıdır. Bir də görürsən, məsələn, bunlar heç qohum dölləri, dostdular, ailəvi, o onunla görüşür, nə bilim, qucaqlaşır. Bunlar günahdır. Bunlar bizim nə milli dəyərlərimizə sığır, nə də dini dəyərlərimizə sığır. Axı, bir Azərbaycanlı kimi də bizdə bu cür məsələlər həmişə qorunub. Biz o nənələrin nəvələriyik ki, onlar evə qonaq gələn kimi yaşmaq tutublar, həya eləyiblər. Ona görə də biz də bu cür formalaşmalıyıq. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bütün İslam ailələrinə bərəkət nazil eləsin inşallah.